demək nə? Maaşla ev almaq olmur. Siz nə danışırsınız? Hüseynin də şirkəti yox, biznesi yox ki ev alsın. Yox, düzgün deyil axı Zülfiyə xanım. Hər kəsin hamı villada yaşamalı deyildi. Məncə söhbət hamısı maddiyyatdan getmir də. Bəlkə də ona bir qayğı, bir ana kimi dəstək olmaq üçün gəlir. 30 yaşında bir bəy, ailəli bir bəy, ailəsinə dəyər verməlidir, ailəsinin arkasında durmalıdır, Xoşqədəm xanım. Baxın, ana qayğısı, dəstəyi hər yaşda lazımdır və xüsusilə müəyyən yaşdan sonra daha çox lazım olur. Məncə elə bu yaşlarda daha çox lazım olur. Bugün Könül xanım, Hüseynin evdən əlavə də ən əsası sevgiyə, qayğıya ehtiyacı var. Bugün onun həyat yoldaşı o sevgini, o qayğını Hüseynə verə bilmir. Yəni ona görə də Hüseyn yazıq qalıb çarəsiz. Bugünkü gündə Hüseyn nəinki... Mən razı deyiləm sizin fikirlərinizdən. Siz mənim evimin içini, evim daha olmaya deyirəm. Evimin içini, Ayşadın anası yanındadır. bilmədən müdaxilə eləməyin, xahiş edirəm.